Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün may ayının 3-ü, həftənin şənbə günüdür və vacib bir xəbərimiz var, onu diqqətinizə çatdırırıq. Bilirsiniz ki, ölkə gündəmi ötən gündən başlayaraq həm Ramiz Mehdiyevin 8 milyon dollarlıq villası, həm də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlunun gəlinini, yəni həyat yoldaşını döyməsi ilə bağlı. Bax, ölkə gündəmi demək olar ki, bu xəbərləri zəbt edib. Bununla bağlı elə biz də müəyyən xəbərləri çatdırmaq istəyirik. Artıq Ramiz Mehdiyevdən açıqlama var. O açıqlamasında bildirib ki, mənim hər hansı bir 8 milyonluq villam yoxdur və satışa da çıxarılmayıb. Bu, Ramiz Mehdiyevin dedikləridir. Məzahir Pənahovsa məsələyə münasibət bildirməyib, amma təzələnmiş yeni xəbərlər var ki, onu diqqətinizə çatdırırıq. Belə ki, Məzahir Pənahovun gəlini Pənahovun əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusu olmaqdadır. Bununla bağlı News 365 az saytıda məlumat yayıb. Məlumatda bildirilir ki, Pənahovların gəlini ərinin onu hədələdiyini və boşanma prosesinə əngəllər yaratdığını bildirib. Pənahovun boşanma tələbinə dair iddia ərizəsinə Binəqədi rayon məhkəməsində baxılıb. Məhəmməd Pənahov özü prosesdə iştirak etməyib. Onun vəkili təmsil edib. Məhəmməd Pənahovun, Məzahir Pənahovun oğlunu müdafiəçi müvəkkilinin boşanmaq istəmədiyini əsas gətirərək iddia tələbinin rədd edildiyini istəyib. Cavabdeh narazı qalmasına baxmayaraq məhkəmə tərəflər arasındakı nikahın pozulmasına qərar verib. Tərəflər arasında başqa bir çəkişmə ondan ibarətdir ki, Məhəmməd Pənahov boşanmağa razı olmamaqla yanaşı həyat yoldaşının demək, məxsus olan qızıl zinət əşyalarını və bahalı geyimlərini də vermək istəmir. Təsəvvür edirsinizmi? Mərkəzi Seçki Komissiyasının sədrinin oğlu görün bir qadına, bir xanıma qarşı hansı zorakılıqları edir. Görünür, hər halda bununla bağlı hüquq mühafizə orqanları da cavab verəcəklər.